Hər birinizə salam, əziz 9-cu siniflər. Mən bu videoda sizinlə deməli 13 aprel imtahanında düşən imtahan suallarından sonra növbəti, yəni 20 apreldə düşə biləcək qaydaların çox qısa bir video çəkmək istəyirəm. Yəni bunu uzun video çəkməkdənsə qısa bir 10 dəqiqəlik video ilə ağlımda olan fikirləri sizə çatdırmaq istədim. Yəni necə, tam mənasını sizə izah edəcəm. Hər il düşən suallardan deyək ki, bu il birinci imtahana düşmədi və həmin sualların ikinci və üçüncü imtahana düşmə ehtimalı çoxdur. Və mən sizə həmin qaydaları deyəcəm, bir neçəsini yazacağım. Siz onları burada qaydanı izah edəcəm və buradan kifayətlənməsəz özünüz öz dərsliyinizdən də təkrar oxuya bilərsiniz. Məsələn, çevrə sualı bu imtahanda, 13 apreldəki imtahanda çevrə sualı düşdü, ancaq bucaqlar haqqında düşdü. Yəni ki, 90% ehtimalla bu dəfə, yəni 20-si və yaxud da 27-si apreldə düşən çevrə sualı metrik münasibətlərə uyğun olacaq. Hansıdır metrik münasibətlər? Gəlin biraz onlardan sizin üçün danışım. Deməli, çevrədə metrik münasibətlər biri toxunan və kəsən arasında olan münasibətdir. Bu demək olar ki, hər il bu sual çıxar qarşımıza. Yəni görürük, ola bilər ki, bu növbəti imtahanda da düşə bilər. İndi gəlin onu göstərək. Bura olur A, B, C və D. Bizə məsələn AB soruşulur. Məsələn, AB x deyilir. Mən sizin ümumi qaydanı izah edəcəm. Yəni, olar ki, bu şəkildə və yaxud başqa bir şəkildə qarşımıza çıxar. Bura A-dır, bura B-dir, bura C-dir. Bilirik ki, A kvadratı bərabərdir, B vurulsun, B üstə gəl C. Yəni ki, diqqət etməlisiniz. Baxın, bu hissənin kvadratı vurulsun AC və yaxud da B vurulsun bütövlükdə AD, bütövlükdə. Yəni, bəzən uşaqlar bunu B vurulsun C kimi götürür. Yəni, bu zaman yanlış olur təbii ki. Sonra başqa metrik münasibətlər iki kəsən münasibəti olur. İki kəsən. Bunu da göstərim. Məsələn, bura A-dır, B-dir və C-dir, D-dir və Y. Belə. Bura A, B, C, D yazsaq. Burada A-nın A üstə gəl B-yə hasili bərabərdir. C-nin C üstə gəl D-yə hasili bütövlükdə. Bu da bir qaydamız. Bunu buradan kifayət olmasa sizin üçün kitabınızdan da, yəni yəqin ki, əlinizdə qayda kitabı var. Həmin kitabdan da yenidən təkrar edə bilərsiniz. Sonra iki kəsişən vətər qaydası. Vətərlər kəsişdikdə bura M, N, A, B. Yəni M və N-in hasili A ilə B-nin hasilinə bərabərdir. Bu bəzən bizə bütövlükdə bu vətəri verir və buranı X, məsələn, bizə belə deyilir ki, uşaqlar, bura 10-dur və bizə deyir ki, M tutalım 4-dür, burada 6-dır, A-nı tapın. O zaman siz, məsələn, bizdən tutalım ki, A-nı istəyir də. Burada bütövlükdə 10 verilib, N6-dır, M4-dür. Siz bura A deyirsiniz, burada 10 çıx A və burada 10 çıxanı A-ya vurub, 4-ü də 6-ya vurub bir-birinə bərabər edirsiniz. Bu şəkildə yaza bilərsiniz. Bu dediklərimə uyğun, əslində videonu tam qısa şəkildə paylaşmaq istəyirəm. Bu dediklərimə uyğun növbəti bir video çəkərəm. Bunlara aid suallar da yazarıq. Əslində kanalda yetəri qədər sınaq var, qaydalar var. Bunlara hamısına aid nümunələr var. Playlistlər var 9-cu siniflər. 9-cu sinif buraxılış imtahanına hazırlaşmaq üçün qaydalar demək olar ki, hər il stabildən dəyişməz qalır. Hər il demək olar ki, eyni qaydalar 90% olaraq eyni qaydalar düşür və keçən il və əvvəlki illərin imtahanlarından suallar təkrar düşür. Bu kanalımda hər biri var, hər birinə kanala keçid edib baxa bilərsiniz. Sonra çevrədə bir də yeri gəlmişəm, bunu da deyim. Vətərə perpendikulyar olan, daha düzü diametrə və yaxud da radiusə perpendikulyar olan vətər yarıya bölünür. Onun ayırdığı qövslər də bir-birlərinə bərabər olur.
Buna da diqqət etməlisiniz. Yəni bərabər nisbətdə bölünür. Sonra bir də kəsən, daha doğrusu toxunan və vətər arasında qalan bucaq haqqında danışaq. Bu da həmin bu gərdiyi, baxın bu gərdiyi qövsün yarısına bərabərdir. Hansı bucaq? Bir dəqiqə, çox getdi. Hansı bucaq? Həmin, baxın buradakı bu alfa bucağı bu gərilən qövsün yarısına bərabərdir. Məncə çevrə bu qədər. Yəni çevrənin bu qaydalarını yenidən təkrar etsəz yaxşı olar. Təkrar. Çünki çevrə həmişə və həmişə düşür. Sonra kub düşmüşdü keçən imtahanda, bu dəfə paralelipiped qaydaları gözlənilir. Paralelipipedin həcmi, bunlar hazır düsturlardır, yazmayacağım. Yəni kitabdan baxa bilərsiniz. Tam səthinin sahəsi, yan səthinin sahəsi, və diagonal düsturu. Diagonal düsturunu ola bilər ki, tapmarsınız, onun üçün yazıram. Tərəfləri A kvadratı, daha doğrusu tilləri B, A, B, C olan paralelipipedin diagonalının düsturu. Və yeri gəlmişkən kubun da diagonal düsturunu yazın və yadınızda saxlayın. Bir də belə bir sual çıxa bilər. Kubun bir tərəfinin, bir üzünün diagonalı tutalım ki 4 kök altında 2-dir. Bu kubun həcmini tapın. Bilirik ki, kubun, mən düzgün çəkmədim əslində, kub çəkə bilərdim, çox vaxtımız getməsin. Kubun bir üzünün diagonalı verilirsə, kubun bir üzü kvadrat olduğunu bilirik. Kvadratın diagonalı tərəfi A-dırsa, diagonal A kök altında 2-dir. Onda deməli, kubun TV 4 olacaq. Buradan həcmini, yan səthin sahəsini, tam səthin sahəsini tapa bilərsiniz. Bunlara uyğun nümunə suallar da paylaşaram bir sonraki videoda. İzləyin, kanalı izləyin ki, xəbərdar olasınız. Yəni, bu dediklərimin hər birinə uyğun düşə biləcək. Bu dediyim qaydaların hər biri potensial imtahan qaydasıdır. Ona görə, yəni, çox qarşımıza çıxa bilər mütləq. Sonra çıxmadı keçən imtahanda nə? Çevrənin tənliyi. Çevrənin tənliyinə aid suallar baxa bilərsiniz. Belə deyim, gəlin necə deyim, başqa bir video ideyası ilə bölüşək bir-birimizlə. Yəni, bu videonun rəy bölməsində yazarsınız hansı mövzunu istəyirsinizsə, yəni sırf məsələn çevrənin tənliyi, sırf funksiya, sırf məsələn 4 bucaqlı, çox bucaqlı, mən onun üçün sizinlə bir video paylaşaram. Ancaq həmin mövzuya aid imtahana düşmüş və düşə biləcək sualların videosunu paylaşaram. Yəni bunu elə bu videonun altına yazarsınız, kanalda da paylaşaram. Çevrənin tənliyinə diqqət etməliyik, elə sizin üçün yazım. Mərkəzi A və B nöqtəsində olan çevrənin tənliyi x-A-nın kvadratı üstəgəl y-B-nin kvadratı bərabərdir R kvadratı. Burada R radiusumuzdur. Məsələn, iki nöqtənin orta nöqtə tapılması, sonra iki nöqtə arasındakı məsafə, bunlar çıxmadı, çıxa bilər. İki nöqtə arasındakı məsafə və hər il imtahanda çıxan funksiya sualı. Yəni, hər 3 zonadan birinə mütləq düşür. Ən böyük qiymət və yaxud da ən kiçik qiymət bərabərdir 4AC minus çıx B kvadratı bölünsün 4A düsturu ilə tapılır. Ən böyük və ən kiçik qiymət. İndi düşünərik ki, bəzən uşaqlar deyir, ən böyük qiyməti hansı düsturla tapırıq, ən kiçik qiyməti hansı düsturla tapırıq. Əslində ikisi də eyni düsturla tapılır. Sadəcə, bəs hardan bilirik ən böyük və yaxud da ən kiçik qiymət tapılır? Onsuz da bizə funksiya verildikdə biz onun ən böyük və ən kiçiyinin olduğunu bilirik. Yəni, belə deyim. Əgər, üzr istəyirəm çox danışmaqdan, y bərabərdir ax kvadrat üstəgəl bx üstəgəl c şəklində bizə funksiya verilir, kvadratik funksiya. Əgər bunun a-sı böyükdürsə sıfırdan, deməli mənim parabolamın qolları yuxarı olacaq. Və bu zaman bu funksiyanın ən kiçik qiyməti olacaq.
Çünki ən böyük qiymətini tapa bilmərəm, axı sonsuzluğa qədər gedir. A böyükdür 0 olduqda ən kiçik qiymət var. A kiçikdir 0 olduqda ən böyük qiymət var. Necə? Gəlin onu da qrafikini çəkim. Baxın, A kiçikdir 0 olanda parabolanın qolları aşağı olur və buna görə burada ən böyük qiymət var. Baxın, ən böyük. Ən kiçiyi tapa bilmirəm, çünki sonsuza qədər gedir. Və bir də təpə nöqtənin koordinatları, parabolanın və ya da funksiyasının təpə nöqtəsinin koordinatları da var. Təpə nöqtənin x0-ı bərabərdir mənfi b bölünsün 2a. Buna da diqqət edin. Mən qısa qayda deyəcəm. Siz bunu mütləq təkrarlayın. Və y0 bərabərdir 4ac minus b kvadratı bölünsün 4a düsturları ilə tapılır. Bu təpə nöqtəsinin apsisi, bu isə ordinatıdır. Məsələn, buradan götürək. Bura y0'dır. Baxın, bu da x0'dır. Burada x0 həm də simmetriya oxunu tapın desə, deməli biz x0'ı tapırıq. Daha sonra buradan demək istədiyim belə, yəni daha ətraflı, daha geniş video var kanalımda, yazarsınız. Əgər kim istəsə bu videonun altında linkini paylaşaram və bundan sonra düşünürəm ki, sabahda bir 10 dəqiqəlik video çəkərəm və orada başqa düşə biləcək başqa qaydaları sizinlə bölüşərəm. İzləmədə qalın. Hər birinizə uğurlar. İzlədiyiniz üçün təşəkkürlər.